Uşaqlar, hər birinizi salamlayıram növbəti dərsimizdə. Bu gün sizlərlə dövlət qulluğu fənnindən, dövlət qulluğu qanunverici fənnindən qaldığımız yerdən davam edirik və dövlət qulluğu haqqında qanundaydıq biz və burada biz pensiya təminatı haqqında danışmamışdım sizlərlə. Deməli, qısa olaraq bu haqqında məlumat verim. Pensiya nədir? Yəni belə deyək, dövlət qulluqçularının pensiyası dövlət qulluqçularının və onların ailə üzvlərinin pensiya təminatı hansı qanuna uyğun olaraq keçirilir? Bu, əmək pensiyaları haqqında qanuna uyğun olaraq keçirilir. Və bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, uşaqlar, minimum 15 il qulluq stajı sizdən tələb olunur ki, sizin əmək pensiyanıza əlavələr təyin olunsun. Yəni, məsələn, buna aid nümunələr də verə bilərəm sizə əlbəttə ki. Söhbət nədən gedir? Buradan bunu belə eləyim. Söhbət nədən gedir? Məsələn, fikirləşin ki, sizin hər hansısa biriniz dövlət qulluğunda işləyirsiniz, Maliyyə Nazirliyində. Siz əgər istəyirsinizsə, sizin pensiyanıza əlavələr təyin olunsun, o zaman minimum 15 il işləməlisiniz. Amma burada bir məsələ də xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirəm ki, əgər ola bilər ki, sizin işlədiyiniz hər hansısa bir qurum, məsələn, çevrilir olur publiki hüquqi şəxs qərarla, yazıb orada müvafiq icra hakimiyyətinin qərarı ilə. O zamanları sizdən 15 il yox, minimum 13 il qulluq stajı olarsa belə, o zaman da sizə həmin bu, belə deyim, pensiyanıza əlavələr yaranır. Bax, söhbət burada bundan gedir. Və ikinci bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, burada qeyd olunur ki, dövlət qulluqçusuna əmək pensiyaları haqqında qanuna uyğun olaraq bu əlavələr olunur. Uşaqlar, bunu mütləq şəkildə yadınızda saxlayın. Bax belə, kimsə qoşulmaq istəyir deyəsən, gecikiblər uşaqlar. Buradan qoşaq. Fikrim yayıldı. Bax belə uşaqlar, bu hissəni yadınızda saxlayın. Əgər publiki hüquqi şəxs deyirsə, burada 15 ildir, publiki hüquqi şəxsə çevrilirsə, o zamanları da 13 il minimum stajınız olmalıdır. Daha sonra burada görək ömürlük müavinət. Ömürlük müavinət uşaqlar kimlərə verilir? Ömürlük müavinət, məsələn, dövlət qulluqçusunuz, müəyyən pensiya yaşına çatdınız, 65 yaşa çatdınız və yaxud əlilliyinizə görə, könüllü işdən çıxmısınızsa və s. bu kimi məsələlərə görə və bir də, baxın, burada işarələmişəm, əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna bir dəfə verilir bu ömürlük müavinət, təyin olunur. Testlərdə də bu şəkildə salırlar elə. Deyirlər ki, ömürlük müavinət kimlərə verilir? Baxın, bu hissədə bunları mütləq şəkildə yadınızda saxlayırsınız. Daha sonra keçirik digər məsələyə. Bir məsələni də diqqətinizə çatdırım. Burada bir çox hallarda, baxın, burada qeyd olunur, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və yaxud qanunvericiliklə, qanunla müəyyən edilmiş qaydada. Mən bunların dərinliyinə getmirəm, çünki bunların bir xüsusi bir izaha ehtiyacı yoxdur. Amma bunun barədə mənim dövlət qulluğu haqqında qanundan qızıl qaydalar adında videom var uşaqlar. O videoma mütləq baxın ki, bu fərqləri harada yəni necə rahat şəkildə tapacaqsınız, o videoma baxaraq bunu anlayacaqsınız. Mən isə sadəcə burada əsas məqamların izahını verirəm. Bax belə. İndi gəlirik dövlət qulluqçularının mükafatlandırılması məsələsinə. Bəli, siz mükafatlanırsınızmı? Əlbəttə ki, mükafatlanma olur. Niyə mükafatlanırsınız? Çünki vəzifə borcunuzu belə deyək, yerinə yetirərkən səylə çalışmanız. Yəni buna görə siz mükafatlanırsınız. Bu mükafatlar nələrdən ibarətdir? Baxın, vətənə xidmətə görə ordenin 3 dərəcəsidir, dövlət qulluğunda fərqlənməyə görə medaldır və bir də fəxri adlardandır. Məsələn, əməkdar dövlət qulluqçusu, belə bir ad, məsələn, özümdən dedim və s. Yəni sizin təltif olunmanız da bundan ibarətdir. Və burada da qeyd olunub ki, bu fəxri adların verilməsi haqqında əsasnamə qaydalar qanunvericiliklə müəyyən edilir və s. Yəni bunu isə dediyim kimi o qızıl qaydalar videoma baxanda rahat şəkildə öyrənmiş olacaqsınız. İndi isə gəlirik məsuliyyətə baxırıq uşaqlar. Deməli, məsuliyyətdən nədən söhbət gedir? Sizin vəzifələriniz var idi, düzdürmü? Dövlət qulluqçusunun vəzifələri var idi. Eyni şəkildə dövlət qulluqçusunun məhdudiyyətləri də var idi. Bax, siz həmin o vəzifələrini yerinə yetirməsəniz, yaxud da ki, məhdudiyyətlərə əməl eləməsəniz, məsələn, məhdudiyyətlərdən hansını deyə bilərik? Tutalım, xarici vəsait xarici ölkənin vəsait hesabına xarici ölkəyə getmək, rəhbərinə bildirmədən. Bax, bunun özü də bir məhdudiyyətdir. Olmaz axı. Məsələn, pedaqoji fəaliyyətlə rəhbərin icazəsi olmadan məşğul olmaq. Bununla da olmaz. Bax, bunlarla siz, belə deyək, məhdudiyyətləri pozursunuzsa, vəzifələri yerinə yetirmisinizsə, o zaman intizam məsuliyyətinə cəlb olunursunuz. İntizam məsuliyyətində burada hansılardan söhbət gedir? Baxın, töhmətdir. Bir il müddətinə qədər vəzifə maaşının 5%-dən 30%-ə qədər azaldılmasıdır.
daha aşağı belə deyək, maaşı aşağı olan vəzifəyə keçirilmədi, daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmədi. Hətta ixtisas dərəcənizi bir pillə aşağı da sala bilərlər və ən axırda dövlət qulluğundan azad edilmə olur. İndi gəlin biraz bu haqqda danışaq. Ümumiyyətcə, əgər görsələr ki, siz intizam tənbehinin belə deyək, tətbiq olunmağı üçün əsas yaratmısınızsa, bu zaman sizdən yazılı izahat alınır. Məsələn, işə gecikmisiniz. O zaman sizi çağırırlar həmin müvafiq şöbəyə və bu müvafiq şöbədə sizdən yazılı izahat alınır ki, niyə görə gecikmisiniz və s. və sonra o sizin əlbəttə ki, şəxsi işinizə tikiləcək. Və burada qeyd olunur ki, əgər zərurət yaranırsa, xidməti yoxlama təyin edilir. Bizdə çox olur açığı. Mən işlədiyim qurumda bu xidməti yoxlama çox olur. Və daha sonra burada da qeyd etdik. Əgərləri hər hansısa bir əməkdaş deyir ki, mən izahat vermirəm. Bizdə olub. Və o zaman o demək deyil ki, onun haqqında intizam tənbihi tətbiq olunmayacaq. Yəni mən o demək deyil ki, yazılı izahat vermirəm, amma mənim haqqımda bunlardan hər hansısa biri tətbiq olunmayacaq. Olacaq. Və qeyd olunur ki, intizam tənbihi bax belə deyək. Qeyd olunur ki, əsaslar aşkar edildiyi gündən 1 ay keçənə qədər verilə bilər. Amma siz əgər məzuniyyətdəsinizsə və yaxud da ki, əmək qabiliyyətinizi müvəqqəti itirmisinizsə, buna dövlət orqanlarında bültenə çıxmaq deyirlər. Həkimdən arayış alsınız ki, işə gələ bilmirəm. Və yaxud da ki, sizin xidməti yoxlama və cinayət işinin istintaqı aparılırsa sizin haqqınızda, bu zaman, yəni o 1 ay müddəti bura daxil olunmur. Yəni gözləyirlər ki, o bitsin ondan sonra. Məsələn, bu qeyd olunan xidməti yoxlama, cinayət işinin istintaqı bizdə buna deyirlər sərəncama alındı əməkdaş. Bax belə. Daha sonra söhbət gedir dövlət qulluğundan azad edilmə. Yəni sizin işinizə xitam verirlər. Bu zaman bu belə birdən-birə olmur. Dövlət qulluğundan azad edilmə. Əgər siz vəzifələrinizin icrası zamanı kobud yaxud da mütəmadi olaraq bu pozuntulara yol verirsinizsə, o zaman bəli, həmin bu dövlət qulluğundan azad edilmə olar. Hə, bir də məhdudiyyətlər var. Məsələn, o dövlət qulluğu məhdudiyyətlərinə də əməl etmədiyinizdə və ya qeyd olunur ki, o zaman da sizin haqqınızda, yəni dövlət qulluğundan sizi azad eləyə bilərlər. Bax belə. Və qeyd olunur ki, töhmətdən başqa uşaqlar, töhmət daxil olmaqla hamısını dövlət orqanının rəhbəri verir. Amma bir məsələ var. Töhməti tək dövlət orqanının rəhbəri yox. Eyni şəkildə həmin o dövlət orqanı rəhbərinin səlahiyyət vermiş vəzifəli şəxsi də verə bilər. Yəni məsələn, mavin verə bilər, birinci mavin verə bilər, şöbə müdürü və s. İndi baxır görək o dövlət orqanının rəhbəri ona veribmi o səlahiyyəti? Bax bundan gedir. İndi tutalım belə fikirləşin ki, sizin barənizdə bir intizam tənbih tədbiri tətbiq olundu. Siz də razı deyilsiniz onda. Onda 7 iş günü müddətində deyir ki, müvafiq icra hakimiyyəti orqanına şikayət verə bilərsiniz. Və həmin orqan da baxır buna. İstəsə, yəni baxır da yoxlayır. 10 iş günü müddətində ləğv eləyər ya da qüvvədə saxlayır. İkisindən biri olmalıdır da nəticə olaraq. Və qeyd olunur ki, eyni şəkildə siz tək intizam məsuliyyətinə yox, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə də cəlb oluna bilərsiniz. İndi baxırlar yoxlama zamanı onun tərkibində cinayət əməli varmı, yoxmu? Əgər cinayət əməli olarsa, onda prokuraturaya da xəbər verirlər. Bax belə, düzdür, o burada yoxdur və s. İndi uşaqlar keçirik digər məsələyə. Digər məsələdə qeyd olunur ki, baxın burada deyir dövlət qulluqçusu onun təqsiri üzərindən dəymiş zərəri üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Uşaqlar, bununla bağlı mənə kim misal verə bilər ki, maddi məsuliyyət deyəndə nəyi nəzərdə tutur? Biz konstitusiyada da keçmişdik bələdiyyələrdə, düzdürmü? Kimsə buna cavab vermək istəyər? Özü ödəmir, yəni dövlət qulluqçusu dəymiş ziyanı, yəni öz cibindən ödəyir. Bəli, belə deyək, sadə şəkildə öz cibindən ödəyir. Məsələn, fikirləşin ki, Səhiyyə Nazirliyində bir baş məsləhətçi var. Buna da bir dənə notebook verilib işdən, amma iş notebookudur. Qiyməti də olsun özümüzdən deyək də, bir 3000 manat qiyməti olsun. Aparıb evinə. İndi bu evində oğurlanıb. İndi bunu dövlət gedib yazmamalıdır axı maliyyədən ki, hə, bu oğurlandı, günahı yoxdur. Dövlət qulluqçusunun günahıdır. O zaman onun maaşından tutulur, ödənilir və s. Yəni başqa bir proses tam olaraq bilmirəm. Yəni necə olur, maaşından mı tutulur, özü mü gətirib verir və s.
Yəni maddi məsuliyyət deyəndə bunu nəzərdə tuturlar. Və qeyd olunur ki, bu zərərin əvəzi, baxın, dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin hesabına ödənilir. Uşaqlar, bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Qeyd olunan məsələ nədir? Məsələdə budur ki, dövlət büdcəmiz bizdə hansı mənbələrdən maliyyələşir? Bu haqda kim deyə bilər bizə? Buyurun. Mənim Azərbaycan Respublikasının büdcəsi idi, Naxçıvan Muxtar Respublikasının büdcəsi idi. Bir də qanunvericiliyi nəzərdə tutulmuş hallarda büdcədən kənar vəsaitlər hesabına. Bəli, bəli. Bax, düz deyirsiniz. İndi Ruxsarə xanım səhv eləmirəmsə deyirdi. Bəli, bax bu məsələ doğrudur və sonra keçək digər məsələyə. Uşaqlar, deyir ki, dövlət qulluqçusu korrupsiyaya qarşı mübarizə haqqında qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə, burada da yazmışam. Yəni maliyyə xarakterli tələblərə əməl etmədikdə və yaxud da ki, həmin korrupsiya haqqında qanunun 9-cu maddəsi korrupsiya ilə əlaqədar hüquq pozmalar var. Yəni onları törədirsə, o zaman intizam məsuliyyətinə cəlb olunur. Bax belə, indi korrupsiya haqqında qanuna da baxacağıq ətraflı şəkildə. Bu gün baxmayacağıq əlbəttə ki, o qanunumuz ayrıdır. O qanun da vaxtı çatanda ona baxacağıq. İndi keçirik digər məsələyə və burada da qeyd olunur ki, nə deyir? Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir. Və bir məsələ var ki, əgər bir rəhbər işçi var, sizə bir əmr verir, amma siz də fikirləşirsiniz ki, bu qanunsuzdur. Və sizin rəhbərinizdən də yuxarıdakı vəzifəli şəxs də deyir ki, hə, sən bu işi gör, belə deyə sadə şəkildə. Siz onu görürsünüzsə, o demək deyil, siz məsuliyyətə cəlb olunacaqsınız. Siz məsuliyyətdən azad olunursunuz. Burada da bunu demək istəyir. Amma sadəcə yazılı təsbit olunmasını istəməlisiniz ondan ki, yazılı şəkildə bir. Bax belə. İndi isə uşaqlar bu hissə ilə bitdi, amma digərlərini isə slayd şəklində sizlə davam eləyək. İndi isə görək hansına baxaq. Kimsə nəsə sual vermək istəyir deyəsən. Hə, tamam, buyurun. Mənim çox üzr istəyirəm. Siz indi bunu elə bir yeni mövzuya keçirib, yəni izahına başlamamışdan öncə bir şey soruşsam, o mənə qaranlıq qaldı mövzuda. Daha doğrusu sizdən öncə də mən oxumuşdum. Hansı? Anlamamışdım. Aha. O bir ay məsələsi var idi. Mən bayaq izah verdiniz. Bəli. Onu mən də siz nəyə anlayamıram. Yəni məsələn, mən dövlət qulluqçusuyam. Bir bülletenə çıxmışam da, amma həmin o dönəmdə də mən elə bir ki, həmin o deyim ki, nəsə naruşeni deyək də, olub, nəsə səhvim olub, mən insan tənbəhi olmalıydım. Amma mən bülleteni götürmüşəm deyim də, uzaqlaşmışam. O onu demək istəyir, yoxsa yəni ki, həmin daxil edilmir deyə, məsələn. Onu mən başa düşə bilmirəm. Məsələn, mən bülletenden geri dönəndən sonra həmin bir ay yeni sıfırdan tətbiq olunur və yaxud 3 ay, 1 aydan keçib, üzrsən 3 gün keçib, 3 gündən sonra mən bülletenə çıxmışam. Mən bülletenin müddəti bitdi, geri dönürəm işimə. Yerdə qalan 27 gün elə hesablanır. Baxın, bir dənə məsələ var. Tutalım ki, məsələn, özümdən deyirəm. Fikirləşin ki, bir dənə səhv eləmişsiniz, intizam məsuliyyətinə səbəb olub. İndi sizin haqqınızda birdən-birə sizə durub hər hansısa belə deyim, töhmət və yaxud vəzifənizə aşağı salınma falan verilmir. İlk olaraq rəhbər şəxs deyir ki, gedin xidməti yoxlama aparın. İndi siz də işdəsiniz, sizdən aldılar o izahat və yaxud ala bilmədilər. Məsələ budur ki, o bir ay nəyə gelib? Bu gün ayın neçəsidir? Bu gün ayın 2-sidir. Məsələn, fikirləşin ki, ayın 2-sindən gəlin 02 noyabr götürək də. Məsələn, 02 noyabrdan tutam 02 dekabra qədər. Bu bir ay müddət var. Bu bir ay müddətində sizin barənizdə bir qərar verilməlidir. Məsələn, töhmət verilə bilər, bir il müddətinə qədər nə bilim maaşınız azaldıla bilər və s. Amma belə bir şey alındı ki, siz elə oldu ki, işdə olmadınız. Məsələn, bülletende oldunuz, əmək qabiliyyətini itirmisiniz, işə çıxmırsınız. O zaman sizin barənizdə bunlardan hər hansısa bir töhmət olsun, ixtisas dərəcənizin aşağı salınması və s. də indi o prosesin sonunda müəyyənləşən bir şeydir. Bunlar haqqında hər hansısa bir belə deyək, tədbir görülmür. Siz nə vaxt ki işə qayıdırsınız, ondan sonra sizin haqqınızda bu tədbir görülür. Bizdə, yəni mən işlədiyim işdə real olaraq belə bir şey olub. Əməkdaş barədə bir tətbiq olunmalıydı, töhmət olsun, digər məsələ olsun, amma əməkdaş özü əmək qabiliyyətini itirdiyinə görə onun haqqında hər hansısa bir tənbih tətbiqi olmadı. Yəni
məzuniyyətimdən sonra oldu amma. Töhmət verildi, belə deyim. Çox təşəkkür edirəm müəllim. Burası da qaranlıq qalmışdı mən üçün. Məsələn, mən həmin səhvimi etdim, getdim biletini qayıtdım. Yəni qayıtmalısınız da sonda. 30 gün keçdi. Yox, 30 gün ona görə deyil. Amma 30 gün gündən qurum ayrılırlar, verir. yəni o mövzunun üzərinə Hı tarixi -hı. qərar verilir. Hə, o qalmır. Yəni o 30 gün ona deyilir ki, yəni sizin o müddətiniz var, işdə olma müddətiniz. O müddətdə olanda o qol çəkirsiniz tabelə və yaxud kart vurub keçirsiniz və s. Orada artıq o 30 gün ərzində həmin o dövlət orqanı rəhbəri sizin haqqınızda bir belə də o yuxarıda sadaladığımız töhmətdir, dövlət qulluğundan azad edilmədir və s. onun barədə verilmədi. Amma mən məsələn əmək qabiliyyətimi itirmişəm, bülletendəyəm, məni gəlsinlər dövlət qulluğundan azad etsinlər. Yox, elə bir şey yoxdur. Nə vaxt ki bitir onda. Tamam. Bax belə uşaqlar. İndi bura haqqında bizim məlumatımız oldu. İndi isə sürətli şəkildə keçirik digərinə. Dövlət qulluğunu keçmək. Uşaqlar, digərlərimizin sualı var. Dərsdə belə deyim. Yəni burada aktiv ola bilərsiniz. Heç bir utanmağa, çəkinməyə ehtiyac yoxdur. Bax belə uşaqlar. İndi isə gəlin keçək. Nəyə keçək? Növbəti fəslimizə keçək. Növbəti fəslimiz 5-ci fəsildir. Dövlət qulluğu keçmədir. İlk olaraq dövlət qulluğuna qəbul edilmə hüququ. Bizim konstitusiyada deyirdi, sizdə sualım var. Əcnəbilər dövlət qulluğuna qəbul edilə bilər? Aha. Səma xanım, buyurun. Bəli, qanunla nəzərdə tutulmuş hallarda mümkündür. Bəli, konstitusiyada qeyd olunurdu ki, bu mümkün idi. Ümumiyyətlə əcnəbilərin belə deyim, dövlət qulluğuna qəbul olunması məsələsi. İndi gəlirik dövlət qulluğu haqqında qanuna. Dövlət qulluğu haqqında qanunda ilk olaraq görək kimlər dövlət qulluğuna qəbul oluna bilər. Azərbaycan Respublikasının 16 yaşına çatmış vətəndaşı olmalısınız, minimum 16-dır. Daha sonra Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməlisiniz və burada da qeyd olunur ki, vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan. Məsələn, sizin ixtisasınız ona uyğun gəlirmi? Ola bilər orada hər hansısa bir dil tələbi ola bilər, xüsusən də beynəlxalq münasibətlər ixtisasında oxuyanlar üçün və s. Və digər məsələ, bərabər hüquqlarda qeyd olunur ki, bunlar öz yerində. Amma dövlət fərq qoymur. Yəni sizin əmlak vəziyyətinizə, yaşayış yerinizə, əqidənizə, ictimai və digər birliklərə mənsubiyyətinizə. Zaten biz bunu konstitusiyada bərabərlik hüququnda da keçmişdik də. Hər bir vətəndaş belə deyək, qanun və məhkəmə qarşısında bərabərdir və s. Bax belə. Daha sonra keçək digərinə. Bu bizim 27.1-ci maddəmizdə. Amma bir məsələ var. İndi hər kəs dövlət qulluğuna qəbul ola bilərmi? Yox, əlbəttə ki. Bəs kimlər dövlət qulluğuna qəbul oluna bilməz? Məsələn, gəlin görək burada hansılardan mən yazmışam. Qeyd olunur ki, məhkumluğu ödənilməyib və yaxud tam götürülməmiş şəxslər, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətinə malik olmayan və yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və qudalıq əlaqəsi olanlar. Yəni bura yaxın qohumluq deyəndə xaloğlunu nəzərdə tutmur. Yaxın qohumluq deyəndə ər, arvad, valideyn, qardaş, bacı, övladlar, yəni bunlardan söhbət edir. Uşaqlar, bunu bilirsiniz niyə belə deyirlər? Məsələn, fikirləşin ki, mən hər hansısa bir dövlət qurumunda, Sosial Müdafiə Nazirliyində mən baş məsləhətçiyəm, pensiya şöbəsində. Həmin şöbənin də müdürü mənim atamdır. İndi sizdə orada nə dərəcədə obyektivlik yaranar? Digər işçilərlə mənim aramda. Ona görə bu şeyləri qanunda ona görə bunu qoyublar. Hətta belə olanda 30 gün ərzində o həmin şəxs qərar verməlidir. Ya başqa işə keçməlidir, başqa vəzifəyə keçməlidir, ya da öz işinə xitam verir. Bax belə. Amma eyni yəni qurumda fərqli şöbələrdə olur da. Hə, əlbəttə ki. Bəli, mən işlədiyim qurumda hal-hazırda elə demək olar hamısı qohumdur, işləyənlər, əqrəbası. Düzdür, bu qanunun pozuntusunda görmüşəm, yəni real olaraq. Amma yəni qanunda indi nə yazılıb, mən onun sizə nəzəri hissəsini deyirəm. İndi tibbi tədbirlərə baxaq uşaqlar. Deyir ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı. Məsələn, bir şəxs ola bilər ki, narkomaniyadan əziyyət çəksin, onun barədə bir tədbir var ki, tibbi xarakterli məcburi tədbir ki, bu adam məsəl üçün xəstəxanada yatmalıdır. İndi onu biz necə dövlət qulluğuna götürək? Bu da olmaz eyni zamanda və qanunvericidə müəyyən edilmiş başqa qayda, başqa hallarda da bəli, dövlət qulluğuna qəbul olunmur. Bax belə. Və burada da qeyd olunub ki, 27.3-cü maddədə də qeyd olunur ki, yəni
əvvəlcədən yoxlanılır. Söhbət burada bundan gedir. Onsuz da siz dövlət qulluğuna qəbul olanda o yazırsınız tərcümeyi hal və s. Yəni söhbət bundan gedir. Amma bir məsələ var ki, qeyd olunur ki, şəxsi həyatın təfsilatı yoxlanılmır. Buyurun Səma xanım, buyurun. Sual vermək Xüsusi istədiniz. dövlət qulluğu. Orada deyirsən şəxsi ailə həyatı baxılır, hə? Mən hal-hazırda xüsusi dövlət qulluğu olan qurumların birində işləyirəm. Orada baxırlar. Aha, Orada baxırlar. baxılır. Yəni yazırsınız, Ümumi bəli. Ümumiyyətcə yazılır hər kəs barədə. Hətta yəni belə deyim, evli şəxsdirsə sistem kimsə. işi kimi. Hə. Orada məsəl üçün hətta belə deyim, bacının yoldaşı varsa onun haqqında da yazılır. Nə bilim, baldız haqqında, hər şey haqqında. O sadəcə bilirsiniz necə? İnteqrasiya bizdə sistem düzgün inteqrasiya olunmayıb. Məsələn, tərcümeyi halda yazırıq biz onu. Yazırıq ki, məsələn, Aha. evli olanlar üçün ki, hə, mənim qardaşımın yoldaşı filan yerdə işləyir, filan yerdə yaşayır. Amma nəticə olaraq mən yazıram da, mən orada səhv də yaza bilərəm. Sonda da yazılır orada xaricdə yaşayan bir başqa qohumum yoxdur falan. Amma bunu yoxlamağın 2 dəqiqəlikdir. Həmin sistem, həmin qurum, məsələn götürək Daxili İşlər Nazirliyi. Müraciət eləyir məsələn Sosial Müdafiə Nazirliyinə ki, bu əməkdaşın məlumatları mənə verin. Çünki işə qəbul olunur. Ondan sonra o məlumatları rahat şəkildə verir. Çünki hər birimizin haqqında məlumatlar belə deyək, elektron var. Dövlət reyestrində var. Yəni ehtiyac yoxdur mənim ora yazmağım. Bu SSR-dən qalma mən belə deyirəm bir üsuldur. Çünki SSR zamanı belə deyək, kompüterlə bizim ehtiyatları yox idi axı orada, dövlət reyestri yox idi axı girsinlər baxsınlar. İndi rahatdır. Amma qalıb da SSR-dən. Bax bununla da bağlı da dövlət qurumlarında dəhşətli dərəcədə şəxslər işləyir. Yəni kadr şöbəsində belə deyim. Müəllim, bir sual verə bilərəm. Buyurun. Bəs şəxsin razılığı olmadan o məlumatlar üçüncü şəxsə ötürülə bilər. Tutaq ki, Yox, mən əlbəttə iqtisad ki. qohumuyam, o dövlət qulluğuna verir və qeyd edir ki, bu qohumum misal üçün ölkə xaricində yaşayır və yaxud da başqa bir işdə işləyir. Yəni o mənim şəxsi məlumatım sayılır da. Aha. Onu dövlət qurumu bayaq deyilsizə, misal üçün Daxili İşlər Nazirliyi sorğu göndərir Sosial Müdafiə Nazirliyinə. Bəs bu mənim şəxsi məlumatımdır axı. Ümumiyyətcə belə deyək də, burada istisna kimi müəyyənləşir ki, belə deyək, qanun müəyyən edilmiş istisnalarda sizin haqqınızda məlumatı ala bilərlər. Bilirsiniz, bir qanun var, belə deyir, məsəl üçün. Digər qanunda bunun əksini deyirlər ki, bu haqqda məlumat sizdən toplanıla bilər. Yəni xüsusilə də xidmət belə deyək, sistem işində. Yəni sırf bizdə sistem işidir deyə belə deyim. Mən Fövqəladə Hallar Nazirliyində işləyirəm. Ona görə bizdə bu yoxlanılır. Amma siz dediyiniz də var. Onun üçün artıq siz onu verməlisiniz məhkəməyə və artıq məhkəmə ona nəticə olaraq qərar verməlidir. Amma belə deyək, normativ hüquqi aktların üstünlük dərəcəsi var da, bilirsiniz, ən yuxarıda konstitusiya idi. Konstitusiyada da qeyd olunurdu ki, bizim öz razılığımız olmadan bizim haqqımda məlumatlar toplanılmasına icazə verilmir. Bax belə, biraz belə deyək, qanunun özündə uşaqlar, onu da deyim sizə, bizdə qanunlar çoxdur. O demək deyil, bizim hər bir qanunumuz mükəmməldir, belədir, elədir. Yəni o qanunların üzərində çoxlu boşluqlar var. Yəni bu qanundan qəbul olunma prosesində bilirsiniz aşağı-yuxarı. Bir dənə də sualım var mənim aşağı bölməyə keçmədən. O birinci səhifədə dedinizə peşə hazırlığı. Tutaq ki, mən Maliyyə Nazirliyinə müsahibə mərhələsi üçün müraciət etmişəm. Misal üçün mənim ixtisasım iqtisadiyyatdır, mənim ixtisasım uyğundur. Mən 85 bal toplamışam, amma başqa biri informatika müəllimliyi ixtisasıdır və yaxud da başqa da başqa ixtisasdır, 92 bal toplayıb. O zaman müsahibə mərhələsində hansımıza üstünlük verilir? İndi biz ixtisasa uyğunmu, bala uyğunmu? İndi gəlin sizə bir şey deyim. Ümumiyyətcə ilk olaraq biz baxacağıq müsahibədə nələrə üstünlük verilməlidir. Amma birinci onu deyim. Əgər birinin ixtisası informatikadısa, digərində mühasiblikdirsə, ortaya çıxan vakansiya mühasibliklə bağlıdırsa, informatika müəllimi ora verə bilməz. Amma ümumi olursa, ümumi şəkildə belə deyim, ümumidir. Yəni ora istənilən ali diplomu olan şəxs verə bilər. Onda daha çox yüksək bal yığana verilir. Məsələn, Təhsil Nazirliyinin vətəndaşların müraciəti şöbəsi var. Orada sadəcə ali təhsil diplomu istəyir. Hər hansısa bir sizdən belə deyək, peşə hazırlığı istəmir. Ona görə kitabxanaçılığı bitirən adam da ora verə bilər. Mədəniyyət Universitetində məsəl üçün deyirəm, operatorluğu qutaran şəxs də verə bilər. Amma siz dediyiniz artıq konkret bir peşə hazırlığı tələb eləyir. Mühasiblik. İnformatika müəlliminin mühasiblikdə nə işi var?
Yəni zaten siz Dövlət İmtahan Mərkəzinin o vakant olduğu vəzifələrə gedəndə, orada siz öz ixtisasınızı yazanda sizə göstərir ki, siz bura verə bilərsiniz yoxsa yox. Bax belə. Başqa sualınız varsa verin. Hə, tamam, yoxdur. O zaman davam eləyək uşaqlar. Maddə 28-dən danışacağam sizlərə dövlət qulluğuna qəbuldan. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır, amma müsabiqənin özü də 2 mərhələdən ibarətdir. Bax, burada da qeyd olunub. Bunun biri test imtahanıdır, hal-hazırda sizlər hazırlaşırsınız. Digəri hansıdır? Digəri də müsahibədən ibarətdir. Və sonda isə vəzifəyə təyinat olacaq. İlk olaraq qeyd olunur ki, burada da qanunda da deyilir ki, inzibati vəzifələr üzrə ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil olunur. Və bilirsiniz, BB imtahanları hər aydır, BA isə 2 aydan birdir, düzdürmü? Bax, bu bizim ilki. Daha sonra keçək ikinciyə. Addım 1. Burada qeyd olunur ki, təşkilatçı kimdir? Müvafiq icra hakimiyyətinin orqanının yaratdığı qurumdur. Bunu elə bu şəkildə də öyrənə bilərsiniz. Bu ayda bir dəfəni dedim və s. İndi keçirik digər məsələyə. Dövlət qulluğu sertifikatı. Burada indi bunu özümüzdən götürmüşük. Belə deyil də, şərt deyil. Bu template'dir. Dövlət qulluğu sertifikatı test imtahanından keçəndən sonra sizə belə bir sertifikat verilir və bu sertifikatın da qüvvədə olma müddəti 5 il olacaq. Və qeyd olunur ki, siz yalnızca bir yox, bir neçə sertifikat ala bilərsiniz. Məsələn, indi aranızda yəqin ki, BB-yə də hazırlaşan var, BA-ya da, AS-yə də. Yəni, fərqi yoxdur. Üçündə birdən ala bilərsiniz. Bax, belə. Daha sonra keçirik digər məsələyə. Digəri görək hansıdır? Kimsə sual vermək istədi. Bəli, buyurun. Üzr istəyirəm, burada dərsi soruşmaq istəyirəm sizdən. Buyurun, buyurun. Mən BB imtahanına girirəm, məsələn. İlk imtahandan toplayıram 75 bal, ikinci imtahandan toplayıram 85 bal. Orada mənim hər iki sertifikatım qüvvədə olur, yoxsa onlardan biri qüvvədə olur? Yo. Tam o haqda belə deyim, 100% məlumatım yoxdur, amma ikisi də qüvvədə olur. Ona görə ki, niyə görə elə olmalıdır? Çünki qanun deyir ki, bir neçə sertifikat ala bilərsiniz. İndi ikisini də eyni vaxtda almırsınız ki, birinin müddəti digərindən sonra olur da hər halda. Ona görə hər Məsələn, ikisi. bu ay verdim imtahanı, Aha. gələn ayda verdim imtahanı. Ha, olar. Prosto niyə? Eyni kateqoriya üzrədir. Olar, o problem deyil. Yəni orada ikisindən biri qanunda yazılmayıbsa, baxın bizdə konstitusiyada nə deyir? Deyir ki, və sadə dillə deyək də, o qanun yoxdursa, onu mən icra eləyirəmsə, qanunda yoxdursa, ona görə məsuliyyət daşımıram. Qanunda yoxdur belə bir şey. Siz əsas gətirə bilərsiniz ki, belə qanunda yoxdur. Hə, buyurun Günay xanım, buyurun. Mən bir şey soruşmaq istəyirdim. Bu sizin videonuza mən qabaqcadan qulaq asmışdım. Ona görə elə tam vaxtdan düşdü. Ona görə dedim soruşum. Demək deyir ki, 3 dəfə sertifikat aldıqda ardıcıl olaraq ömürlük verilir. Yəni bu işləyənlərə aiddir, yoxsa misal üçün tutaq ki, mən imtahan verdim hər dəfə, yox, yəni onlara aiddir, yoxsa işləyənlərə? İşləyənlərə aiddir bu uşaqlar. Belə deyim, işləyənlərə. Siz birinci almalısınız sertifikatı, işləməlisiniz. İşləyəndən sonra FDS imtahanı var, fəaliyyətini davam etdirmə sertifikatı. Onu da 2 dəfə alandan sonra ömürlük verilir. Əslində nəsə bu qanunun özünün mənasızlığıdır, sözüm onda deyil. Çünki sizin sonradan belə deyim, vəzifəniz qalxanda yuxarı, məsələn siz AS üzrə hazırlaşmalısınız. Bax, söhbət bundan gedir. Orada da materiallar çoxdur. Nəsə, uşaqlar, dərsimizə keçək, fikrimiz yayılmasın. İndi ilk olaraq elandan danışaq, uşaqlar. Elan necə olur və bir məsələni də diqqətinizə çatdırım. Bu sertifikatla bağlı, sonra buna baxarıq. Qeyd olunur ki, bu sertifikatınızın qüvvədə olduğu hər il ərzində 5 müsahibədə iştirak edə bilərsiniz. Toplamda 25 eləyir də. Hər il 5 dənə, toplam 25 dənə müsahibədə iştirak edirsiniz. Amma 5-dən çox olanda artıq müəyyən qədər ödəniş edirsiniz. Mən bilmirəm tam olaraq o ödənişin məbləği nə qədərdir və s. Orada müsahibə komissiyası olur. Müsahibə komissiyasında 3 nəfərdən ibarət olur. Biri dövlət orqanının hansı ki test keçirir, onun nümayəndəsidir. Biri DİM-in ekspertidir, biri də müstəqil ekspertdir. Deməli, bunlar vakansiyalar olur həmin dövlət orqanının və yaxud DİM-in internet saytında, mediada elan verilir. Elan günündən etibarən 30 gün müddətində sənədlər qəbul olunur. Sonrakı 30 gün ərzində də müsahibə keçirilir. Görün, bax sizin imtahana hazırlaşmaq üçün nə qədər vaxtınız var? Minimum belə deyək də 31. Çünki 30 gün burdadır. Sonra artıq növbəti o 30 gün ərzində də başlayır. Elə məsələn tələbəm vardı ki, 26-cı günündə çağırılmışdı. Elə tələbəm var ki, ən əvvəlində çağırılıb. Fikirləşin, hələ imtahan gedir, müsahibə gedir. Bax belə.
İndi keçirik görək burada mənim demədiyim məsələlər də ola bilər burada. O demədiyim məsələlərlə bağlı da əgər qalsa mənə deyərsiniz. Bax belə, sonra keçək digər məsələyə. Görək burada nə var? Namizədlikdən daimi qulluğa təyinat prosesi. Deməli, ilk olaraq müsabiqədən uğurla keçən namizədlər dövlət orqanına, rəhbərinə təqdim olunur. Birinci testdir, sonra isə müsahibə idi də, düzdürmü? Müsahibədən də keçdiniz, artıq siyahınız var və siz dövlət orqanı rəhbərinə təqdim olunursunuz 5 iş günü ərzində. Həmin o sizin kimi digər namizədlər də olur. Onların içərisindən namizədlərdən birini seçir. Həmin o dövlət orqanının rəhbəri və bu müddətdən sonra artıq 6 ay müddətində stajçı kimi qulluğa qəbul olunursunuz və sizin fəaliyyətinizə də kim nəzarət eləyir? Sizin fəaliyyətinizə kurator nəzarət eləyir və kuratorun əsas işi nədir? Sizin belə deyək, işinizi istiqamətləndirəcək, fəaliyyətinizə nəzarət eləyəcək və stajınız qurtarandan sonra o gedir rəhbərə deyir ki, bu adam belə də bizə lazımdır, lazım deyil də sadə şəkildə. Yəni məqsədə uyğundur, uyğun deyil bunun işə götürülməsi. İndi tutalım bunun tövsiyəsi müsbət oldu. O zaman 3 ay müddətinə də sizinlə əmək müqaviləsi bağlanır və siz sınaq müddətində olursunuz. Toplam nə qədər elədi? 6 ay oradan, 3 ay da buradan. Bu da elədi 9 ay. Bu 3 aydan sonraki müddətdə isə artıq daimi dövlət qulluğuna qəbul olunursunuz və sizin haqqınızda da əmr verilir. Bax o inzibati vəzifəyə qəbul olunan şəxslərin and içməsi və s. Yəni bu kimi məsələlərdə keçən dərsdə danışmışıq. İndi isə bayaqları bir xanım məndən soruşdu, yadımda deyildi adı kim idi. O demişdi ki, kimlərə üstünlük verir? Baxın, burada da ondan nəzərdə tutulur. Ən yüksək prioritet nədir? Daha yüksək nəticə almış namizəd. Ondan sonra əgər bunların nəticəsi eyni olarsa, ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirən, sonra təhsil müəssisəsini fərqlənməklə bitirən, dördüncü isə xarici dil bilən namizədə üstünlük verilir. Yəni bunlar nə demək istəyir? Yəni bunlar eynidirsə alta düşülür. Yəni eyni deyilsə yox. Məsələn, ikisinin də ali təhsil pilləsi eynidirsə, ikisinin də magistri varsa, onda keçirlər görək kim fərqlənməklə bitirib. Yəni qanun deyir ki, belə baxın buna. Bu da belə. Sonra keçək digərinə uşaqlar. İndi tutalım təyin edilmədikdə nə baş verir? Bir çox tələbəm də var ki, təyin olunmayıb. Söhbət nədən gedir? Müsahibəni də keçmisiniz, amma təyin olunmusunuz. O zaman 2 il müddətində ehtiyat kadrda saxlansınız. Bir məsələ var ki, uşaqlar, əgər sizin o dövlət orqanında axı siz müəyyən bir vəzifəyə müraciət eləmisiniz, o vəzifə yenidən vakant vəzifə kimi çıxarıla bilməz siz ehtiyatda ola. Vacib qayda budur. Və bir məsələ var ki, əgərləri həmin dövlət orqanında analoji vakant vəzifə yaranırsa, sizin razılığınız alınır ki, siz bu vəzifəyə keçmək istəyirsiniz, hansı ki müraciət elədiyiniz yox, digəri. Onda belə deyim, sizi yenə də işlə təmin eləyə bilərlər. Bax belə. Növbətisində nə var? Görək növbəti bizim slaydımızda nə var? Hə. Bu ümumi müsahibə, daxili müsahibə, əlbəttə ki, buna biz baxacağıq. Ümumi müsahibə nədir? Daxili müsahibə nədir? Buna növbəti slaydımızda baxacağıq. Görək burada hansılardan mən danışmadım. Keçək digərinə. Düşək biraz aşağı. Hə, bir məsələni də diqqətinizə çatdırım uşaqlar. Sınaq və staj müddətinin tətbiq olunmadığı məsələlər var. Görün burada yazmışam mı? Hə, bu hissədə yoxdur, amma sizə deyim. Staj və sınaq müddəti tətbiq olunmur. Kimlər haqqında bu tətbiq olunmur? Baxın, əvvəllər dövlət qulluğunda işləmisiniz, xitam verilib, özünüz könüllü çıxmısınız və s. Bir o şəxslərdir. Daha sonra dövlət qulluğunun xüsusi növündə qulluq keçən kimlər? Məsələn, leytenant olsun, yəni polisdə işləyən polis daxili polis polkovniki, polis leytenantı, kapitanı və s. Yəni bu rütbəyə malik olan şəxslər. Bunlar dövlət qulluğuna qəbul olunursa, bunların haqqında staj və sınaq müddəti uşaqlar yadınızda saxlayın, tətbiq olunmur. Bu xüsusi önəmli bir məsələdir, amma burada o yardımçı vəzifə tutmuş şəxslər istisna idi. Yəni söhbət inzibati vəzifələrdən gedir. Sonra keçək digərinə. Yəni məsələn bir şəxs əvvəllər yardımçı vəzifədə işləyib, İqtisadiyyat Nazirliyində sürücü. O indi gəlir dövlət qulluğuna hazırlaşır. O demək deyil onun haqqında staj və sınaq müddəti tətbiq olunmayacaq. Tətbiq olunacaq.
Daha sonra keçirik digər məsələyə, vakant vəzifələrlə bağlı danışdım burada. İndi keçək digər məsələyə. Hə, burada qeyd olunur ki, müsabiqədən danışdıq. Ümumi müsahibə var, daxili müsahibə var. Ümumiyyətlə ümumi müsahibədə kimlər iştirak eləyə bilər? İlk olaraq buna da baxacağıq. Daxili müsahibə olur. Dövlət orqanının qərarı, bir vakant vəzifə yaranırsa, ilk olaraq daxili müsahibədir. Oradan belə deyək, vakant vəzifə tapılmayanda həmin şəxs ümumidir. O da olmayanda artıq biz hazırlaşdığımız bu müsahibəyə çıxarırlar. Kim ki test imtahanını keçib, sertifikatı var, bax onlara. Amma daxili müsahibədən danışaq ilk olaraq. Daxili müsahibədən gedəndə ilk növbədə qısa deyirəm, həmin dövlət orqanında çalışan dövlət qulluqçuları arasında keçirilir bu. Məsələn, mən işləyirəm Fövqəladə Hallar Nazirliyində. İlk olaraq fikirləşin, mətbuat xidmətinə işçi lazımdır. Öz işçilərimiz arasında bunu axtarırlar. Oradan tapa bilməyəndə keçirlər ümumi müsahibəyə. Artıq çıxarlar. Ümumi müsahibədə, yəni digər dövlət qurumlarında işləyən şəxslər də ümumi müsabiqədə, belə deyim, iştirak eləyə bilərlər. Amma burada bir məsələni də sizin diqqətinizə çatdırmaq istəyirəm. Ümumi müsabiqədə kimlər iştirak eləyə bilər? Məsələn, azı 5 il qulluq stajı olanlar, xüsusi bayaq dedimi, rütbəli şəxslər, bax onlar və müvafiq belə deyim, vəzifə üzrə sizin 10 il iş stajınız varsa onlar, elmlər doktoru dərəcəsi olan şəxslər o müəyyən vəzifə üzrə bunlar da ümumi müsahibədə iştirak eləyə bilərlər. Hə, buyurun, sualınız vardı. Üzr istəyirəm, sözünüzü kəsdim. Ümumi 10 il stajı olan, yəni baxmağa başqa dövlət qurumunda işləyib, dövlət qulluğunda yox. Onlar da ümumi müsahibəyə qoşula bilər. Ümumi müsabiqəyə bəli, ümumi müsabiqə yox, üzr istəyirəm, ümumi müsahibəyə bəli, bunlar da qoşula bilərlər. Niyə qoşulmasınlar ki? Mənim hətta bir dənə iş yoldaşım var, qoşulmuşdu. Elmlər Akademiyasında işləyib, doktor... Ümumi 10 il deyəndə vəzifəyə uyğun 10 ildən söhbət gedir burada. Yəni, məsələn, mənim iş yoldaşım Naxçıvan Mədəniyyət Nazirliyində işləmişdi və Azərbaycan Mədəniyyət Nazirliyində analoji vakant vəzifə çıxmışdı. Eyni vəzifə. Bunun artıq 10 il staj olduğu üçün ora gedə bilirdi. Zaten sizin diplomunuzda olan ixtisas dərəcəsi, o belə deyim, əgər ümumi çıxarılıbsa, ümumi, sadəcə ali təhsil tələbi varsa və sizin də belə də ümumi dövlət qulluğunda 10 il stajınız varsa, hə, gedə bilərsiniz. Amma konkret hansısa bir ixtisas üzrə çıxarılırsa, o başqa məsələ. Həmin ixtisas dərəcəsi üzrə 10 il stajınız olmalıdır. Dövlət qulluqçusu deyiləm, yəni ki, başqa qurumda 10 il işləmişəm. Stajı 10 il. Yo, elə olmur axı. Yo, ancaq dövlət qulluqçusu olmalısınız. Söhbət bundan gedir. Yəni dövlət qulluğunda 10 il staj olandan söhbət gedir. Mən siz dediniz, bizim deyirsiniz, orada 10 il üniversitə. Hə, yo. Deyirəm, elə olmaz, imtahan istəyirəm. Hə, bəli. Yəni dövlət qulluğunda 10 il stajınız olmalıdır. Bax belə uşaqlar. Yəni yenə də qayıdacağıq bu məsələyə və qeyd olundu. Hə, bir məsələni də diqqətinizə çatdırım. Söhbət nədən gedir? İndi bu hissəyə də baxacağıq biz. Burada qeyd olunur ki, yəni elmlər, baxın burada da deyir, dövlət qulluğunun vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi üzrə elmlər doktoru, elmlər dərəcəsi olan şəxslər ümumi elmlər doktorundan getmir. Həmin o vəzifə var, məsəl üçün ekologiya üzrə, onun üzrə siz elmlər doktorusunuzsa və yaxud da ki, aşağıda qeyd eləyir, dövlət orqanlarında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il stajı olan şəxslər. Həmin şəxslər müsahibəyə də gedəndə yalnız müsahibə mərhələsində iştirak eləyirlər. Yəni bunlar yalnız müsahibəyə gedirlər, testə də girmirlər onlar, onu da yadınızda saxlayırsınız. Və digər məsələ var, xaricdə təhsil alan şəxslərdir. Həmin bu şəxslər dövlət qulluğuna qəbulla bağlı gedəndə bunlar birbaşa olaraq stajyer kimi qulluğa qəbul olunurlar. Yəni bunlar müsahibədən azad olan şəxslərdir. Burada eyni şəkildə test imtahanından azad olan şəxslər də bayaqları burada da dedim mən. Və digər məsələ də var. Ali kateqoriya müsabiqə ümumiyyətlə tətbiq olunmur. Hə, bu xüsusi olaraq bunu yadınızda saxlayın. Testlərdə də düşür uşaqlar. Söhbət nədən gedir? Burada gedir ki, hansı şəxslər barəsində nə müsabiqə var, nə də müsahibə var. Bunlar kimdir? Ali kateqoriyada ali 3-cü təsnifatda işləyən şəxslər, xarici ölkədəki ticarət nümayəndələri, bir də yerli icra hakimiyyəti başçılarının müavinləri. Yəni bunlar necə yüksəlirlər vəzifəyə? Qulluqda yüksəlişlə yüksəlirlər.
Qulluqda yüksəliş və müsabiqə deyilir. Yəni özləri belə deyək, sizi müsabiqəyə salırlar və s. Yəni bax belə. Amma bunu xüsusi olaraq yadınızda saxlayın ki, ali kateqoriya ayını bax bu 3 dənəni imtahanda ən çox düşən hissələrdən biridir. Bunlarda yəni olmur hər hansısa bir test üsulu və yaxud staj sınaq müddəti və s. Yəni bunlar dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunlar var ki, məsəl üçün bunlar ilə müəyyən olunur bunların qəbul qaydaları və s. Yəni bu haqqında da danışacağıq biz. Sonra görək nədən danışım? Hə, bir də FDS sertifikatından da danışım sizlərə uşaqlar. Karyeranın davamlılığı biz dedik, sertifikat alsınız 5 il qüvvədə olur. Qüvvədə olma müddətinin son ilində imtahan verənə qədər növbəti sertifikat alınır. Yəni 5 il bitəndən sonra yox. Yəni bu proses təkrarlanır və qeyd olunur. İlk sertifikatdan sonra 2 dəfə də sertifikat alanda cəmi 3 sertifikat. Sonuncu sertifikat müddətsiz verilir. Bax bu da belə. Və qeyd olunur ki, daimi sertifikat sahibi olandan sonra hər hansısa bir imtahana cəlb olmursunuz. Zaten belə fikirləşin də, bu siz 3 dəfə sertifikat alanda sizin ümumi 15 il iş stajınız olur dövlət qulluğunda. Yəni fəaliyyətdə olduğunuz dövrdə alırsınız. Yəni 15 ildə olursa zaten testə girmirsiniz də, belə deyək. Çünki bayaqları var idi hansı şəxslər haqqında testlər olmur. Burada var axı. Müəyyən edilmiş vəzifələrdə azı 10 il stajı olan şəxslər. Və indi bir məsələni də diqqətinizə çatdırım ki, tutalım sizin bir müsahibədə iştirak edirsiniz və narazı qalırsınız. O zamanları siz Dövlət İmtahan Mərkəzinə və yaxud da ki, məhkəməyə müraciət edə bilərsiniz. Dövlət qulluğu məsələləri üzrə bu şura var. Ora müraciət edə bilərsiniz və s. ki, mən nəticəmdən narazıyam. Bu da belə. Bununla da bizim 28-ci maddəmiz də bitdi və burada bu slaydda da belə deyim, bayaqları dediklərimizin əslində təkrarına baxa bilərik uşaqlar. Burada da qeyd olunur, yol xəritəmizdir, əsas məqamlardır. Yəni əslində bu barədə danışdım mən hamısını bir-bir. Bax belə uşaqlar, bu 28-ci maddə idi, bitdi. İndi gəlin belə bir şey eləyək. Sizləri çox yormayım, test işləyək. Niyə deyirəm? Deməli, YouTube kanalımda daxil olaq bura, sizlərə bir şey deyəcəm. Bu gün ikinci gündür də, 4-cü günə nə qalıb ki? Ona görə çox yormuram. Buradan mənim kanalıma daxil oldunuz. Öz kanalımın adını yazıram. Burada baxın elə bu videom. Görürsünüz bunu 29-cu maddənin sadə izahı. Buna mütləq şəkildə baxın. Gələn dərsdə də sırf 29-cu maddəni izahını verim sizə. Və yerdə qalan digərləri, məsəl üçün dövlət qulluğunda iş saatı nə qədərdir, hansı hallarda xitam verilir falan və s. Yəni bu kimi məsələlərə baxaq. Çünki vaxtımız azdır. Bir dənə 3-cü gün qalır, bir də 4-cü gün artıq dərsimizdir. 4-cü gündən də bitirək dövlət qulluğu haqqında qanunu, keçək artıq digər qanunlarımıza, elektron imza, nə bilim nə. İndi isə uşaqlar, gəlin belə eləyək. Test açın, Dövlət İmtahan Mərkəzinin test toplusun. Oradan işləyək. Hə, başlayırıq. 207. Keçən dərs deməmişdik. Uşaqlar, kim cavab vermək istəyir? Əlin qaldırsın. Orada əl qaldırmaq işarəsi. Buyurun, Ruxsarə xanım. 207-yə baxın. Sonra o biri suala Günay xanım cavab verin. Mənim dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasının dövlət qulluğunu idarə etmə şurasının tərkibi ilə bağlı düzgün bir səhv olanı istəyir bizdən. Şuranın 6 üzvü Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədri tərəfindən təyin edilir. Xeyirli sədri ilə. Aha, bəli. A variantı səhvdir. Bunun barədə deyil. Aha, bəs kim idi bunun yerinə? Orada mənim idarə etmə şurası idi da. İdarə etmə şurasının 6 üzvünü prezident seçirdi, 6 üzvünü Milli Məclisin sədri. Bəs yerdə qalan 6 üzvü? Konstitusiya Məhkəməsinin Bəli, Konstitusiya Məhkəməsinin sədri. Yaxşı uşaqlar, keçək digərinə. Digəri görək hansıdır? Yardımçı vəzifələrdir. Əslində təsnifatlara baxmaq istəmirəm. Çünki təsnifatlar işləmişdik. Bu da təsnifat deyil, bu da təsnifatdır. Bu da kateqoriyadır. Hə, 220 maraqlı sualdır uşaqlar. Buyurun. Buna kim cavab vermək istəyir? Bir dənə əl qaldırın. Bilim. Ya istəyirsiniz, mən deyim sizlər üçün. Sonra xanım. Başqa cavab vermək istəyən var? Hə, yaxşı. Deyin Ruxsarə xanım, deyin.
Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanun məsələsinin aşağıdakı vəzifələrdən hansını tutan dövlət qulluqçusuna ixtisas dərəcəsi Azərbaycan Respublikasının prezidenti tərəfindən verilir? Mhm. Maraqlı sualdır. Burada Məhkəmə Hüquq Şurasının aparat rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin aparat, Azərbaycan Prezidentinin administrasiyasının mütəxəssisi deyil, məhkəmənin aparat rəhbəri deyil, Ali Məhkəmənin aparat rəhbərinin Məhkəmə Hüquq Şurasının aparat rəhbəridir. Niyə? Bu elə bir birinci kateqoriyaya daxil Məhkəmə Hüquq Şurası. Günah xanım, siz nə deyirsiniz? Nəyə görə bunu götürürük? Mən də A variantı düşünürəm. Ali və birinci kateqoriyalarda prezident vermədi. İlk üç var idi, baş müşavir daxil olmaqla. Baxın uşaqlar, baş müşavir yox. Üçüncü dərəcə dövlət müşaviri və ondan yuxarı olanları prezident verir. Amma baş müşavir və ondan aşağıları dövlət orqanı rəhbəri. Bizə lazımdır ki, üçüncü dərəcə dövlət müşaviri və ondan yuxarı olsun. Deməli, Məhkəmə Hüquq Şurasının aparat rəhbəri birinci təsnifatdadır. Birinci təsnifatda da dərəcələr necə idi? Birinci dərəcə dövlət müşaviri, ikinci dərəcə dövlət müşaviri, üçüncü dərəcə dövlət müşaviri. Deməli, bunun üçündə prezident verir. Ona görə A variantı doğru olacaq. Məsələn, Bakı Apellyasiya Məhkəməsinin aparat rəhbəri bu ikinci kateqoriyadır. İkinci kateqoriya dövlət orqanında Azərbaycanda 3 idi aparat rəhbəri. 3 də olurdu baş müşavir, müşavir, kiçik müşavir. Bunlar isə prezident tərəfindən verilmir bu ixtisas dərəcələri. Bax, buna görə biz götürəcəyik yuxarını. Məhkəmə Hüquq Şurası aparatının rəhbəri. Bu da belə. Sonra bu referentlərlə bağlı zaten biz danışmışıq. İndi isə burada maraqlı gözümə, 224-cü suala baxaq. Uşaqlar, vəzifələr, təminatda, buyurun. Nə deyir? Gəlin 224-də birlikdə baxaq. Deyir ki, dövlət qulluqçularının vəzifələrinə aid deyil. Mənim A aiddir də, qərəzsiz həll etməlidir. Bəli, qərəzsiz həll etməlidir. Yəni bunu eləməsələr bir intizam məsuliyyətinə cəlb olunacaqlar. Sonra Qulluq keçdiyi orqanın rəhbərinin hər il öz gəlirləri, əmlak vəziyyəti haqqında maliyyə, bu da maliyyə gəlirləri haqqında D variantıdır məncə. niyə D variantıdır? Buyurun. məbləğini göstərməli, növünü və məbləğini göstərməlidir. Bu doğrudur. Bu deyir ki, vəzifələrinə aid deyil, aid olmayanı soruşur. Etik davranış qaydalarına əməl etməlidir. Bəli, hər bir dövlət qulluqçusu etik davranış qaydalarına əməl etməlidir. Doğrudurlar. Amma vəzifəli şəxsdən öz qulluq vəzifələrinin deyil. Bu surətdə təsbit edilməsini tələb etməlidir. Belə bir şey vardır. Oxumamışam mən. Ona görə D variantı deyil. İndi keçirik digərinə uşaqlar. 225-ə baxın. Deyir ki, dövlət qulluqçularının mükafatlandırılması Çox üzr istəyirəm. Vəzifəli şəxsdən, bu nəsə istəyirdi, amma vəzifəli şəxsdən, amma nə istəyirdi? Asi istəyirdi, yazılır, məsələn, dövlət qulluqu. bu hüquqlar, bu bilirsiniz vəzifəsində deyil. Bu hüquqlarında var idi ki, amma hansı vəzifəli şey? Kimdəsə səs echo verir, bilmirəm kimdədir mən danışanda. Baxın, baxın burada qeyd olunur ki, hüquqlarında dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrini yazılı surətdə təsbit edilməsini, bax onu tələb etməli, təsbit edilməsini göstərməlidir. Tələb etməli yox, təsbit edilməsini istəməli idi. Ona görə bu bunun hüququ idi özü. Bir də bir məsələ də var. Belə sadə şəkildə də tapa bilərsiniz. Hansın eləməsə onun barədə intizam məsuliyyəti olacaq. Bunu eləməsə, vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini istəməsə, bununla bağlı niyə intizam məsuliyyəti tətbiq olunsun ki? Bu hüquqdur. 225-də nə deyir? Dövlət qulluqçularının mükafatlandırılmasına aid deyil. 225-ci sualda. Məsələn, dövlət qulluğunda fərqlənməyə görə medalın verilməsi. İndi biz bu mükafatlandırmaya keçdik bayaqlara. Bu aiddir. Vətənə xidmətə görə orden var, fəxri ad var, amma daha yüksək ixtisas dərəcəsinin növbədən kənar verilməsi məsələsi yox idi. Elə bir şey yoxdur. Yaxşı. İmtahana zaten yəni 40-ı da çətin düşə bilməz ki, nisbətən nə də olsa normal olmalıdır. 228-ə baxın uşaqlar. Deyir ki, qulluq keçdiyi
dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin icrası ilə bağlı dövlət qulluqçusunun malik olduğu hüququ düzgün ifadə edildiyi variantı müəyyən edin. Hansı hüquqa malikdir? İndicə dedik. Yazma istəyə bilər də müəllim. Baxın, yazılı istəyə bilər. Burada bir məsələni yadınızda saxlayın. Məsələnin mahiyyətində şübhə məsələsindədir. Şübhə oyadırsa yox. Mən bunu hətta keçəndə demişdim deyəsən. Şübhə doğurursa olmalıdır. Baxın, şübhə yaradırsa deyir, şübhə oyadırsa yox. Deyir ki, həmin göstərişin və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək hüququna malikdir. Yadınızda saxlayın. Belə bir kilit sözümüz var bizim. Deyil. Bəli. Bu yaxşı 229-a baxaq. Açıq sualımız da olsun da, problem deyil. İlk olaraq nədən deyir? Bizdən yanlışları istəyir, səhv eləmirəmsə. Dövlət qulluğunun baş referenti yardımçı vəzifələrin ikinci təsnifatına aiddir. Bu sizcə doğrudur? Əlbəttə ki, birinci təsnifat. Birinci təsnifat. Yaxşı. Sonra keçirik digərinə. Deyir ki, andla bağlıdır. Mərkəzi icra hakimiyyəti, bu da səhvdir. Mərkəzi icra hakimiyyəti deyil. Qanunverici ilə idi, səhv eləmirəmsə. Andın xüsusiyyətləri ayrı-ayrı qanunverici aktlarındaydı. O səhv eləmirəmsə, bəli, qanunverici isə müəyyən olunurdu. 3 doğrudur. 4 nə deyir? Dövlət qulluqçusunun şəxsi işi, dövlət qulluqçusunun tutduğu dövlət qulluqçusu vəzifə. Bu gedib onun xidməti vəsiqəsini deyir. Şəxsi işdə belə şey olmur ki, bu da səhvdir. 1, 2, 4. 5 nədir? Dövlət məvacibinin məbləği, səlahiyyətin həcmindən, məsuliyyətin dərəcəsindən bu düzdür. Tələb olunan peşəkarlıq səviyyəsi, qulluq stadiyası. 1, 2, 4. Əla. Bu da sizlər üçün çətin sual idi normalda yəni. Yaxşı, görək. Hə, buna baxaq. Bu da maraqlı sualdır elə. 230. Hüquqlarımız hansıdır? Təminatlarımız hansıdır? İndi bir də sığorta sözü var. Sizcə bu hansında olar? Bax, həmkarlar ittifaqında birləşmə. Bu təminatdır. B1. B-nin 1 olduğu varianta baxaq. Hə, bir dənə bu geçsin. Sonra 1B oldu. 3 həmkarlar ittifaqında birləşmək bizim nəyimiz olar? Hüququmuz olar da, düzdürmü? Hüquqdur mənim. Haqqı ödənilən məzuniyyət təminatdır. 4-cüyə mən yazıram burada təminata 4-ə B yazaq. Hər ikisi. İndi bir dənə 2-də də B-dir. 2-də nədir? Müvafiq istiqamət üzrə ali təhsil alma. Bu hardadır? Təminatdır. Bu da təminatdır, bəli, bu doğrudur. Həmkarlar da o da hüquqdur. Üstdə də A. Bəli, onu demişdim artıq. Haqqı ödənilən məzuniyyət. Bu da təminatdır. Bəli, var məzuniyyət, var haqqı ödənilən məzuniyyət. O başqa, o başqa. Sonra görək nə var. Bu uzun sualdır. Bu təsnifatlara da baxmışıq, amma bunu işləyək. Deyir ki, ömürlük müavinət təyin edilir. Görək ömürlük müavinət kimlərə təyin edilir uşaqlar? Bunu isə mən cavab verim. Ümumiyyətlə ömürlük təyinatı üçün, bəli, bu 10 il yox, 15 illik minimum qulluq stajı olmalıdır. Bax 10 illik çıxıram buradan. 2 variantım qaldı. Bir burada 15 illik qaldı, bir də burada 15 illik qaldı. Deyir müvafiq qanunvericiliyə uyğun olaraq burada qeyd olunur ki, pensiya yaşa çatmasına düz, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluq vəzifəsində 15 illik minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan, bəli, olmayan dövlət qulluqçusuna görə bu birində nə deyirdi? Bu birində deyir, almaq hüququ deyir. Burada almaq hüququna malik olan deyir, olmayan olmalıydı. Onlara verilir, yəni pensiya almayanlara. O hüquqa malik olmayanlara verilir. Ona görə B variantı burada doğru cavab verir. Diqqətli olun. Hə, heç onun axırına qədər getmədim, elə burasına baxdım elə. Bildim ki, buralarda eləyiblər. Çünki bunu işləmişəm bir dəfə. Hə, həm də bu da yox idi. Belə də baxa bilərsiniz. Yaxşı. Məsələn, burada qeyd olunur ki, 233-də düzdür. Bugünkü biz bunu keçən dərsdə də baxmalıydıq buna. 233-də nə deyir? Deyir ki, inzibati vəzifələrin ali təsnifatı üzrə ən yüksək. Elə düzdür mənim. Hətta haqqı dövlət müşaviri alidə oydu, deyil.
Məsələn, digərlərini yoxlasanız görərsiniz səhvdir. 6-cı təsnifatda ən yüksək ixtisas dərəcəsi 2-ci dərəcə dövlət qulluqçusudur. Budur sizdə uşaqlar? Yox. 6-da hansıdır? Məsələn, 7 ilə baxsaz, 7-də belə idi də. Kiçik dövlət qulluqçusu, 3-cü dərəcəli, 2-ci dərəcəli dövlət qulluqçusu. Sonra keçirik burada. Məsələn, bura gəlirdi 3, 2, bu da 1. 6-cı təsnifatda da belə olurdu. 1-ci dərəcəli dövlət qulluqçusu, 2-ci dərəcə, 3-cü dərəcə. Bu isə deyir ki, 6-cıda ən yüksək 2-cidir. 2-ci deyil axı, 1-cidir. Ona görə bunu da çıxıram. 3-cü təsnifatda ən aşağı dövlət qulluğu müşavirdir, yox, kiçik müşavirdir. Baş müşavir, müşavir, kiçik müşavir. Bunu da belə çıxıram. 1-ci təsnifatda ən aşağı dövlət qulluğunun baş müşaviridir. Bu 1-ci təsnifatda ümumiyyətlə ən aşağı olur 3-cü dərəcə dövlət müşaviri. Çünki 1-1-dən başlayırdı. 1-ci dərəcə dövlət müşaviri, 2-ci dərəcə, bir də 3-cü dərəcə dövlət müşaviri. Bax belə. Yenidən biz ixtisaslarımıza qayıtdıq, təsnifatlara. Məhrum edilməyə baxmamışıq uşaqlar. Sadəcə yadınızda saxlayın ki, ixtisas dərəcəsindən bir halda məhrum edilirsiniz ki, vətəndaşlığınıza xitam veriləndə. Yəni bunu düzdür, gələn dərsdə keçəcəyik. Sonra baxaq digərinə. Əslində bunu keçmişik 237-ni. 4-dür. Sadəcə buna, yaxşı, buna baxın uşaqlar, siz deyin bunu 237. Deyir ki, 4-cü təsnifatda daha yüksək ixtisas dərəcəsini alınması üçün hansı tələb müəyyən edilmişdir? Buyurun. Bax, 6-cı, 7-ci təsnifatda axırda Deyil müəllim. necə? Səhvdir o. Yox. Bu A deyil. Bu 4-dən gedir. 6 ilə 7-də uşaqlar. C-dir, bəli. İxtisas dərəcəsində qulluq müddəti 3 il təşkil eləməli idi. Bunu yadınızda saxlayın. Baxın, sonra burada gəlir 5, 4, 3 ilə 5-də müvafiq olaraq 3 il idi. 1 ilə 2-də isə burada da 3 il idi, amma müvafiq dövlət qulluğunda ümumi 5 il staj tələb olunurdu. Ali kateqoriya. Bunu baxın uşaqlar, hə, deyim. Müəyyən edilməmişdi. Edilməmişdi. Müəyyən edilmişdi deyir. Bu nə demək ki, qanunvericilik bununla bağlı tələb müəyyən edilməmişdi. Siz hansını bax? Hə, yəni bu edilmişdir deyir, ona görə siz oxumusunuz edilməmişdir. Sonra gəlin 241-ə baxaq. Deyir ki, dövlət qulluqçusu ilə bağlı doğru fikri müəyyən eləyin. Eləyək də, dövlət qulluqçusu ictimai birliklərə üzv olmaq hüququ məhdudlaşdırılmır. Burada yanlış bir şey yoxdur ki, məhdudlaşdırılmır. Yəni üzv ola bilər. Dövlət qulluqçusu başqa ödənişli və gəlir gətirən fəaliyyətlə məşğul ola bilməz. Elmi pedaqoji fəaliyyət var da, o da gəlir gətirə bilər. Dövlət qulluqçusunun əlavə təhsil alması həmin dövlət orqanı rəhbəri tərəfindən müəyyən edilir. Bəli, bu düz. Dövlət qulluqçusunun şərtləndirici qaydaları qulluqçusunun hazırlanır və təsdiq edilir. Bu müvafiq icra hakimiyyəti orqanı tərəfi olmalı idi. Qaydanı deyir, qayda, mükafatlandırılma qaydasını deyir. Mükafatlandırılmanın qaydası ümumiyyətlə qanunvericiliklə müəyyən olunur. Yaxşı, keçək digərinə. Hə, buna da baxaq, bunu da keçmişik. Dövlət qulluqçusunun intizam tətbiqi qanunla nəzərdə tutulmuş əsaslar yarandığı gündən bir ay keçənə qədər verilə bilər. Bu yanlış. Burada yanlış nədir? Dövlət qulluqçusunun intizam tətbiqi qanunla nəzərdə tutulmuş əsaslar yarandığı gündən bir ay keçənə verilə bilməz. Nə vaxta qədər verilirdi? Mən 30 gün buydu, elə? Qeyd olunur ki, yox. Bəs bayaq siz dediniz axı 30 gün müddətində olur, qərar verilir. Gəlin belə eləyək uşaqlar. İlk olaraq qeyd olunur ki, dövlət qulluqçularına intizam tənbihi deyir, qanunla nəzərdə tutulmuş əsaslar yarandığı gündən deyil, uşaqlar. Aşkar edildiyi gündəndir. Bir ay düzdür. Yarandığı gündən deyil, axı, aşkar edildiyi gündəndir. Mənim haqqımda bir əsas yaranıb. O zaman deyir ki, bu deyir ki, qanun aşkar edildiyi gündən. Məsələdə burada söz oyunu oynayıblar. Ona görə biz bunu götürəcəyik yanlış. Belə, yəni tələm-tələsik olanda digərlərini yoxlayır. Məsələn, intizam icraatı zamanı deyir ki, yazı izahat verməkdən imtina edə bilər dövlət qulluqçusu. Eləyə bilər, amma o demək deyil, tətbiq görülməyəcək. Bu dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin
tam həcmdə ziyanı belə deyək, bir dövlət büdcəsindəndir, bir də Naxçıvan büdcəsindən. Bu da doğrudur. Sizdən də soruşdum, dövlət büdcəsi nələrdən maliyyələşir? Dövlət orqanı rəhbər tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs tərəfindən dövlət qulluqçusuna töhmət verilə bilər. Bəli, bunun haqqında da dedim, mavin dedim və s. İnzibati vəzifələrin birinci təsnifatına deyir aiddir. Həqiqi dövlət müşaviri ora aid deyil. Bax, birinci dərəcə dövlət qulluqçusu aid deyil, bu da aid deyil, budur. Birinci dərəcə dövlət müşaviri, ikinci, üçüncü dərəcə dövlət müşaviri. Yaxşı, bir dənə də son sualımıza baxaq. Hə, bu da rahat sualdır. Deyir ki, dövlət qulluğu haqqında qanuna əsasən staj müddəti qurtardandan sonra stajçının dövlət qulluğuna qəbul edilməsinin məqsədə uyğun olub olmadığı barədə tövsiyəni kim eləyirdi? Dünyada məsələn sual. Kurator. Kurator eləyirdi. Bəli. D variantı da oldu, doğru. Sonra suallarımız açığı çoxdur. Məsələn, buna da baxa bilərik. Deyir, dövlət qulluğu haqqında qanuna uyğun olaraq şəxs hansı hallarda dövlət qulluğuna qəbul oluna bilməz. Onun fəaliyyət qabiliyyətinə malik olmaması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilsə, müvafiq icra hakimiyyəti orqanı idi uşaqlar bu. Yox, məhkəmə idi. Ona görə biri çıxıram buradan. Məhkumluğu ödənilməyib və ya götürülməyibsə bu var. Daha sonra hansını götürə bilərik? Yaxın qohumluq əlaqəsi olduqda Bu da var. Bir də tədbirlərin tətbiqinə məhkəmənin qərarı olarsa, bəli. məhkəmənin qərarı idi o. Bəli, bəli. Ona yenə də baxarıq. Tibbi xarakterli. Məhkəmənin aman, yox, məhkəmənin qərarı deyil o. O, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmalıdır. Ona görə bunu götürməyəcəyik. Ayda. Testlərdə bunu götürsə səhvdir. Çünki orada qeyd olunur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Bax, belə uşaqlar, sizi çaşdırıcı sualdır. Belə uşaqlar, hətta buna da baxaq, gəlin belə sual gözümə sataşdısa, baxım da ona. 251-ci sual uşaqlar. Deyir ki, dövlət orqanı rəhbəri nə vaxt şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında baş verir? Daimi dövlət qulluğu bilirsiniz də sınaq müddəti olur 3 ay. O müddət bitəndən sonra müddət qurtardıqdan sonra. yəni doğru cavab burada siz dediyiniz hansıdır? Hə, C variantı. Sınaq müddəti. Buyurun. Staj neydi birinci? Az olan Staj 6 aydır. 3 ayda sınaqdır. Staj olanda heç bir haqqı falan ödənilmir işçiyə, yoxsa nəsə verilir? Yox, pul ödənilir, niyə ki? Amma əlavələr var. İndi hal-hazırda onu da deyim, ondan da yekunlaşdıraq. 110% pul əlavə bilirsiniz nədir? 110% pul ödənilir maaşdan əlavə. Məsələn, tam 830 manat almırsınız. Bunu da 110%-in hesablayırsınız 900 manat. Bir də belə ödəyirlər hər ay. Toplamda 1700 falan belə. O da son 2 ildir. Sınaq staj müddətində olur, yoxsa daimi? Yox, daimi 9 aydan sonra. Bax belə uşaqlar, hər birinizə təşəkkür edirəm dərsdə iştirak etdiyiniz üçün. 4-cü gün yenə olacaq. 4-cü gün yenə olacaq. İndi bilmirəm bu gün testlərə çalışacağam atım. Ata bilməsəm sabah yazarsınız qrupda. Ataram sizə testləri də ataram. Mən də bunu YouTube-a yerləşdiririm. Bax belə uşaqlar. Oldu mənim, sağ olun. Oldu, sağ olun, sağ olun.